Esselamu Aleyküm. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İbn Teymiyye'nin özünün Minhacus Sunne el-Emeviyye kitabında ne dediğini mənimlə birgə oxuyun. 7-ci cild səhifə 138-də deyir, Allah iman gətirib salih əməllər edən şəxslər üçün ürəklərdə sevgi qərar verəcəyini xəbər vermişdir. Bu Allahdan olan sadiq bir vəddir. Məlumdur ki, Allah bütün müsəlmanların qəlbində səhabələr üçün sevgi qərar vermişdir. Xüsusən xəlifələrə, özəlliklə də Əbu Bəkir və Ömərə. Belə ki, ümumi səhabə və tabeinlər o ikisinə sevgi bəsləyirdilər, onlar əsrlərin ən xeyirlisi idilər. Əli isə belə deyildi. Nəyə görə Əli əleyhissalam belə deyildi, ey İbn Teymiyyə? Deyir, çünki çoxu, yəni səhabə və tabeinlərin çoxu ona nifrət edir, onu söyür və onunla vuruşurdular. Allahu Ekber. Deməli, İbn Teymiyyənin sözündən İmam Əlinin möminlərdən olmadığını başa düşürük. Çünki ayəyə görə Allah İmam Əlinin sevgisini səhabələrin qəlblərinə yerləşdirməyib. Necə ki, Əbu Bəkir və Ömər üçünsə bu məhəbbəti qərar vermişdi. Allahu Ekber. Bu küfür nədir? Həmçinin İbn Teymiyyə səhabələrin ədalətini yerlə bir etdi. Çünki o səhabələrin çoxu dedi. Səhabə və tabeinlərin çoxu nə edirdilər? Onlar Əliyə nifrət edir, onu söyür və onunla vuruşurdular. Bəs səhabələri söyən şəxsin hökmü nədir? Cavab verəcək şəxs Osman Əl-Xəmisdir. Buna görə onu dinləyək. سب الصحابة مجملا هذا كفر كما قال أبو زرعة الرازي رحمه الله تعالى إذا رأيت الرجل يطعن في أصحاب رسول الله صلى الله عليه وسلم فاعلم أنه زنديق. Maşallah. Deməli, Osman Əl-Xəmis və İbn Teymiyyənin sözlərindən nəticə çıxartdıq ki, səhabə və tabeinlərin çoxu kafir və zındıqdırlar. Çünki onlar Əmirül Möminin Əli ibn Əbi Talibə nifrət edir, onu söyür və onunla vuruşurdular. Bunu Allah Rəsulunun Səhih Müslimdəki İmam Əliyə dediyi sözünü əlavə edin. İmam Əli buyurdu, toxumu yaran və canlıları yaradana and olsun ki, bu ümmi Peyğəmbərin mənə olan əhdidir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət edəcək. Deməli, səhabə və tabeinlərdən çoxu münafiqdirlər. İmam Əliyə nifrət edirlər. Bəs bundan sonra səhabələrin hamısı ədalətlidir, hamısından Allah razı olsun və hamısı cənnətdədir sözlərini necə deyəcəksiniz? Onlar necə cənnətdə ola bilər ki, İmam Əlini səhabə olduğu halda söyür, onunla vuruşur və ona nifrət edirdilər? Bu Allahın dinidir, yoxsa insanlığa yaxılmış bir ləkədir?